Hər vaxtınız xeyir. Hər birinizi Qadın kanalında xoş gördük. Bugün sizinlə bərabər əl üçün aksesuar toxuyacağıq. Əlcək demirəm, çünki tam əlcəkdə deyil bu, amma əlcək də hesab etmək olar. Barmaqsız əlcək belə deyək. Bu qədər sadə bir əlcək formasıdır ki, bunu hətta toxumağa yeni başlayanlar belə heç bir əziyyət çəkmədən toxuya biləcəklər. Biz bugün bu əlcəyi toxuyacağıq nənənin kvadratları ilə. Videonun təsvir yerində nənənin kvadratı dərsindən bizdə keçidi yerləşdirmişik, onu izləyə bilərsiniz. Deməli, toxumaq üçün əvvəlcə 3 boş ilmə atıram və sonra onu 4 boş ilmə ataq ən yaxşısı və sonra birinci ilmədən milçəni keçirdirəm. 3 boş ilmə atıram, daha 2 nakidli sütun toxuyuram. 1, 2. 2 boş ilmə atıram. 1, 2. Və yenidən 3 nakidli sütun toxuyuram. Dairənin ortasından. Əgər kiməsə elə gəlsə ki, mən sürətli toxuyuram, onda videonun təsvir yerindəki linkə nəzər salsınlar. Orada biz artıq çoxdandan 2 boş ilmə atıram yenə. Çoxdandan bu nənənin kvadratını toxumuşduq və o videonu mən yerləşdirmişəm. Orada daha asta toxumuşam. İzləyə bilərsiniz. Deməli, yenə 2 boş ilmə atandan sonra 3 nakidli sütun toxuyuram. 1, 2, 3. Yenə 2 boş ilmə atırıq və sonuncu 3 nakidli sütunu toxuyuruq. Ümumilikdə bizdə 12 nakidli sütun olur. 1, 2, 3. Və sıranı tamamlamaq üçün 2 boş ilmə atırıq. Başlanğıcda atdığımız 3 boş ilmənin üçüncüsündən milçəni keçiririk. Sapı gətiririk və dərhal da ilmədən keçirdirik. Sıranı bağlayırıq. İndi biz milçəni gətirməliyik birinci atdığımız 2 boş ilmənin üzərinə. Bunun üçün heç bir toxuma etmirik. İkinci ilmədə milçəni keçiririk, sapı gətiririk və dərhal da ilmənin içindən keçiririk. Bu zaman bizə toxuma getmir, bağlama gedir. Yenə digər ilmədən sapı gətiririk. Və üçüncü dəfə artıq biz 2 boş ilmənin arasından, alt hissəsindən gördüyünüz kimi milçəni keçiririk və sapı dəyişmək istəsəz, rəngi daha doğrusu, başqa rəngdə sapı götürürsünüz. Sapı tutursunuz və həmin yerdən gətirirsiniz. Dərhal da ilmədən keçirirsiniz. Biraz bu ilməni dartırsınız ki, möhkəmlənsin yerində. Və sonra eyni yerdən 3 boş ilmə atırsınız. İstəsəz 2 sapın ikisində, yəni o quyruğu da tuta bilərsiniz ki, yerində möhkəm otursun. 1, 2, 3. Və eyni yerdən daha 2 nakidli sütun toxuyursunuz. 1, 2. Yenə 2 boş ilmə atırıq. Eyni yerdən təkrar olaraq 3 nakidli sütun toxuyuruq. 1, 2, 3. Gördüyünüz qaydada eyni yerdən toxudum. Bu formada. Və indi yenə nakid edirik. Digər 2 boş ilmənin üzərindən 3 nakidli sütun toxuyuruq. 1, 2, 3. 2 boş ilmə atırıq. Yenə eyni yerdən 3 nakidli sütun toxuyuruq. 1, 2, 3. Və indi digər 2 boş ilməyə keçirik. Nakid 3 nakidli sütun toxuyuruq. 1, 2, 3. 2 boş ilmə atırıq.
Yenə eyni yerdən 3 nakidli sütun toxuyuruq. 1 2 3 və nəhayət sonuncu 2 boş ilmənin üzərindən yenə 2 nakidli, 3 nakidli sütun toxuyuruq. 2 dəfə. 1 2 3 2 boş ilmə atırıq. Eyni yerdən daha 3 nakidli sütun toxuyuruq. 1 2 3 və başlanğıcda atdığımız 3 boş ilmənin üçüncüsündən milçəni keçiririk, sapı gətiririk, dərhal da ilmədən keçirdirik və sıranı bağlayırıq. Belə bir balaca kvadrat alındı bizdə. Bizə lazımdır əlimizin üstünün ölçüsü boyda kvadrat olsun. Gördüyünüz kimi hələ çatmır təbii olaraq və bunu mən əlbəttə ki, indi yenə böyüdəcəm. Daha 2 sıra çox ehtimal ki, bəs edəcək mənə. Daha 2 sıra toxuyacağam. Deməli, toxumaq üçün yenə 2 boş ilmənin üzərinə gəlmək lazımdır. Yenə eyni qayda ilə ilmədən keçirirəm. Dərhal da bu ilmədən keçirirəm sapı. Yenə milçəni keçirtdim, sapı gətirdim. Dərhal ilmədən və 2 boş ilmənin altına gələndə artıq ikinci sapı, birinci sapı daha doğrusu artıq əvvəldə istifadə etdiyim sapı gətirirəm və dərhal da ilmədən keçirirəm. İndi artıq bu rəng sapla toxumağını davam etdirəcəm. Yenə eyni yerdən 3 boş ilmə atırıq. Daha 2 nakidli sütun toxuyuruq. 3. Arada 2 boş ilmə. Yenə 3 nakidli sütun. 1 2 3. İndi 2 sütunun arasındaki bu boş yerdən də daha 3 nakidli sütun toxuyacağıq. 1 2 3. Yenə 2 boş ilmənin üzərindən 3 nakidli sütun. 1. Hər dəfə künclərdə biz artırma edəcəyik. Deməli, nakidli sütunlar toxuyandan sonra 2 boş ilmə atacağıq. Yalnız künclərdə. Və buradan yenə eyni yerdən 3 nakidli sütun toxuyuruq. Yenə bu orta hissədən nakidli sütun toxuyacağıq 3 ədəd. 1 2 3 və yenə küncdən 3 nakidli sütun. İki boş ilmə və yenə 3 nakidli sütun eyni yerdən. 1 2 3 və yenə eyni qayda ilə bu hissədən 3 nakidli sütun toxuyuruq. Bir daha təkrar edirəm. Əgər sizə elə gəlirsə ki, mən sürətli toxuyuram və sizə aydın deyil kvadratın toxunuşu, onda bizim kvadrat videomuzu ayrıca dərs kimi yerləşdirdiyimiz videonu izləyə bilərsiniz. Orada daha az da toxunmuşam və daha ətraflı izah etmişəm. Və yenə küncə gəlirik və 3 nakidli sütun toxuyuruq. 3 2 boş ilmə atırıq. Yenə 3 nakidli sütun toxuyuruq. Sonra yenə aradakı bu boş yerdən 3
nakitli sütun 1 2 3 və başlanğıcdakı 3 boş ilmənin üçüncüsündən 1 2 3 milçəni keçiririk və bağlama edirik. Dərhal da bu ilmədən keçirdirik. Artıq bizdə kvadrat təbii olaraq böyüdü və mən elə düşünürəm ki, mən bir sırada geçsəm mənə kifayət edəcək. Yəni siz də toxuduqca əlinizin ölçüsünə uyğun götürün. Mənə mütəmadi olaraq suallar yazırsınız ki, falan yaşa neçə ilmə götürüm, bəhmən yaşa neçə ilmə götürüm. Mən hər dəfə də yazıram ki, mən sapı görməmiş, həmin insanı görməmiş, ümumiyyətlə ölçməmiş santimetrlə fikir söyləmək çətindir. Çünki ola bilər ki, kimsə 7 yaşında çox arıq uşaqdır, ola bilər ki, çox kökdür. Ona görə də fikir bildirmək, yaşa görə ölçü götürmək mümkün deyil. Siz özünüz ölçməlisiniz. Əgər o insan yanınızdadırsa, əlbəttə ki, onun ölçülərini belə üzərinə tutaraq biləcəksiniz, yaxud da geyimindən, bizim indiki halda əlcəkdir, yəni əlin üstündən tutacaqsınız. Kifayət etsə, uşaqlar üçün bu ölçü kifayət edəcək. Amma böyük insan üçün gördüyünüz kimi kifayət etmir. Daha bir sıra lazımdır. Deməli, o sıranda toxumaq üçün yenə mən ilməni gətirməliyəm bu 2 boş ilmənin altına. Buna görə də yandakı ilmədən milçəni keçirirəm, sapı gətirirəm. Dərhal da ilmədən, yandakından da eyni qaydada və 2 boş ilmənin altından atandan sonra ikinci sapı götürürəm. Başqa rəngi və ilməni, həmin sapı gətirdim, ilmədən keçirdim. 3 boş ilmə atıram, daha 2 nakidli sütun toxuyuram. 1 2 3 nakidli sütun oldu bizdə burada. 3 başlanğıcda ilmə, 3 boş ilmə və 2 nakidli sütun. 2 boş ilmə atıram və yenə eyni qayda ilə eyni yerdən 3 nakidli sütun toxuyuram. 1 2 3. Yenə bu aralardan artıq 2 ara var bizdə. Hər aradan 3 nakidli sütun toxuyacağıq. 1 2 3. Dərhal da yandakı yerdən gördüyünüz kimi 3 nakidli sütun toxuyuruq. 1 2 3 və küncə gəlib çatırıq. 3 nakidli sütun buradan toxuyuruq. 1 2 3 2 boş ilmə atırıq mütləq. Künclərdə artırma gedir bizdə. Və yenə eyni yerdən 3 nakidli sütun toxuyuruq. 1 2 3 və yenə aralardan 3 nakidli sütun, künclərdən isə 3 nakidli sütun, 2 boş ilmə 3 nakidli sütun toxuyacağıq, sıranı tamamlayacağıq. Artıq kvadratı hazır etdim. Ölçürəm. Ölçüsü məni qane edir. Ona görə də artıq buradan sapı kəsəcəm və səliqəyə salacağım. Bu kvadratdan daha 3 ədəd toxumaq lazımdır. İç hissə üçün, çöl hissə üçün və eləcə də digər əlin üst və alt hissəsi üçün. Ümumilikdə 4 kvadrat lazımdır. Artıq hazırdır 4 kvadrat və indi deməli əlcəyin tikilişinə başlayırıq. Əlbəttə ki, iynə sapdan istifadə edə bilərsiniz, amma mən milçə ilə bərkidəcəm və həm də fürsətdən istifadə edib milçə ilə bərkitməni sizə öyrədəcəm. Deməli, tərs üzündən tikəcəyik. Deməli, ona görə də düz üzünü üz-üzə belə tutursunuz. Tərs üzünü biz bir-birinə bərkidəcəyik. Kənarlar hansı rəngdə sapladısa, sapla toxunubsa, o rəngdə sapla da tikəcəm. Kənardakı bu boş ilmənin altından milçəni keçirirəm. Eləcə də digər kvadratın da eyni yerdən, eyni ilməsindən milçəni keçirdirəm. Bir daha göstərim. Bu kvadratın
küncündəki 2 boş ilmənin altından, eləcə də digər kvadratın küncündəki 2 boş ilmənin altından milçəni keçirtdim. Sapı tuturam və gətirirəm. Sonra da bir ilmə toxuyuram. Ondan sonra isə yandakı ilmədən milçəni keçirirəm. Sonra da digər kvadratın eyni üzbəyüz ilməsindən milçəni keçirirəm. Sapı tutub hər iki milçədən gətirirəm və toxuyuram. Eyni qayda ilə növbəti ilmə tutdum. Üzbəyüz ilməni də tuturam və toxuyuram. Yenə və belə ilmələri bir-birinə üzbəyüz dayanmış ilmələri birlikdə tuturam. Sapı hər iki ilmədən keçirirəm və toxuyuram. Yalnız bir tərəfini toxuyacağım hələlik. Bu bizim əlcəyin kənarlarıdır. Bu bir kənarıdır. Sona qədər gedirik. Və sonda yenə küncdə 2 boş ilmənin altından milçəni keçirdirəm və bərk edirəm. Və sapı kəsirəm ən kənarda. Sonra onu dərhal vaxt itirmədən gizlədirəm. Deməli, ilmələrin arasından keçirdirəm. Qayda ilə bir-bir. Artıq ikinci tərəfi toxuya bilərik. Bu sapı isə buradan kəsəcəyik. Digər tərəfi isə yarıya qədər toxuyacağıq. Barmaq üçün yer qoyacağıq. Eyni qayda ilə kənardan sapı gətiririk. İlməni toxuyuruq və sonra üzbəyüz ilmələri toxumağa davam edirik. Mərkəzə qədər. Digər hissə, qalan boş yer bizdən barmaq üçün olacaq. Baş barmaq üçün mütləqdə ki, yer saxlayaq. Bir yerdən 2 dəfə keçirtdim, üzr istəyirəm. Və mərkəzdə artıq toxumanı saxlayıram və sapı buradan kəsmədən öncə bir sıra hər ikisinin kənarından gedirəm. Yəni ayırıram və hər bir ilmənin üzərindən bir nakitsiz adi ilmə toxuyuram. Səliqəyə salmaq üçün. Belə. Kənarda da toxuyuram və bu hissəyə keçəndə artıq birləşdirirəm. Gördüyünüz qaydada bağladım. Bir daha təkrar göstərim. Sonuncu ilməni toxuduqdan sonra milçəni keçirdirəm, sapı gətirirəm və əvvəl bu formada bağlayıram. Sonra bir boş ilmə atıram və yenə ilmələri toxumağa davam edirəm. Hər ilmənin üzərindən bir boş ilmə atıram. Bir adi ilmə toxuyuram daha doğrusu. Və başlanğıcdakı ilmədən sapı gətirirəm, bağlayıram. Və bundan sonra artıq ipi kəsirəm.
Və sonra bu sapı da gizlədirəm burada. İlmələrin arasından keçirdirəm. Və burada başlanğıcdakı sapla hətta düyünləyə də bilərsiniz. Sökülməsin deyə. Salam, və bu ipləri də kəsəcəm əlbəttə ki. Və indi düz üzünə çevirirəm. Və bu həmin o toxuduğumuz yer. Gördüyünüz kimi kənarları səliqəyə düşüb. Və indi artıq yuxarı hissəsini, yəni bu hissəsini və bilək hissəsini, bu hissəsini toxuyacağıq. Bəli, bu sapları buradan kəsə bilərsiniz, əlbəttə ki, səliqəli görsənməsi üçün. Və indi biz bunu mən toxuyacağım rezinka ilə. Barmaq hissəsini təxminən 2 sıra, 3 sıra gedəcəm. Amma bilək hissəsini hansı nə qədər istəyirsinizsə, hansı uzunluqda istəyirsinizsə, ona uyğun sayda da toxuyacaqsınız. Mən indi artıq bej rəngdən istifadə edəcəm. Deməli, kənardakı ilmədən milçəni keçirirəm. 5 sapı getirirəm. Və 3 boş ilmə atıram. 1, 2, 3. Artıq ardınca dairəvi olaraq hər ilmədən bir nakidli sütun toxuyuram. Rezinin toxunmasında bu videonun altında linkdə yerləşdirəcəyik. Oradan da izləyə bilərsiniz. Amma bilirsinizsə, onda təkrara ehtiyac yoxdursa, özünüz də toxuya bilərsiniz. Çünki nə üçün bunu deyirəm, təkrara ehtiyac yoxdursa, bəzən siz videonu izləyəndə yeni rəyləri mən həmişə oxuyuram. İmkan daxilində də hər kəsə cavab yazmağa çalışıram. Yazırsınız ki, mən sürətli toxuyuram. Mən də hər dəfə yazıram ki, toxumanı birbaşa hər hansı bir aksesuar və ya geyimlə öyrənməyin, öyrənməyə başlamayın. Mütləq bizim ilk videolarımızı izləyin və əliniz öyrəşsin. Toxumaya əliniz öyrəşməsə, sizə bütün toxumalar çətin gələcək. Əvvəlcə əlinizi öyrəşdirin ki, sonra artıq izahla da başa düşəcəksiniz ki, biz necə toxumaq lazımdır. Yəni ki, artıq videoda aydın göstərməyə ehtiyac olmayacaq. Bu boş aradan birini toxuyuram. Yenə hər ilmədən birini keçirdirəm. Ondan görə də rezin dərsini ayrıca dərs kimi izləyin ki, burada mən artıq izah edə bilmirəm onu. Sürətli toxuyuram, daha doğrusu vaxt çox getməsin deyə. Siz ayrıca video şəklində onu izləyə bilərsiniz. Sıranı artıq yekunlaşdırmaq üzrəyəm. Ben bu ortadaki ilmədən milçəni keçirirəm son olaraq və başlanğıcda atdığım 3 boş ilmənin üçüncüsündən milçəni keçirdirəm və sıranı yekunlaşdırıram. Növbəti sıraya keçmək üçün 3 boş ilmə atıram və relyef sütunların toxunuşuna keçirəm. Yəni necə? Birinci ilməni gördüyünüz kimi milçəni sütunun arxasından keçirdirəm, sapı gətirirəm və nakidli sütun toxuyuram. Digərində isə milçəni arxa tərəfdən gətirirəm
və ilmənin önündən gördüyünüz qaydada bir daha göstərim. İlmənin önündən keçirdirəm. Sapı arxaya aparıram. Və sütunu toxuyuram. Yenə milçəni ilmənin arxasından gətirirəm və sonra yenə ön hissəsindən bir daha təkrar edirəm. Dərsimizi ayrıca video şəklində yerləşdirmişik. Oradan izləyə bilərsiniz. Və növbə ilə bir dəfə milçəni arxadan, bir dəfə də ön hissədən gətirmək şərti ilə toxuyuruq. Bütün sıranı bu qayda ilə gedirik. Sıranı tamamladıqda yenə başlanğıcda atdığımız 3 boş ilmənin üçüncüsündən milçəni keçiririk və bağlayırıq sıranı. Barmaqların bu hissəsində əgər bu qədər uzunluq sizi qane edirsə, onda burada saxlayın. Qane etmirsə, daha bir sıra gedə bilərsiniz. Mən burada saxladım və sapı kəsdim. İndi burada gizlədəcəm. İlmələrin arasından sapı keçirdirəm. Bir neçə ilmənin arasından sapı keçirdirəm və sonra da o sapı oradan kəsirim və eyni zamanda bu sapları da kəsirik və eyni qaydanı biz tətbiq edirik bir də bilək hissəsində. Bu hissəni isə əlbəttə ki uzun toxuyacaqsınız, yəni bu yuxarı hissədə olduğu kimi sadəcə 2 sıra deyil, təxminən bir 8 sıra, 7 sıra, bəlkə də biraz artıq toxuya bilərsiniz və artıq aşağı hissədə də bir neçə sıra rezin toxudum və bitirdim. Əlbəttə ki, bundan daha uzun toxuya bilərdim. Bu sadəcə bir nümunə olduğu üçün mən bu qədərlə kifayətləndim və göstərmək istəyirəm bunu toxunuşu sizə. Və belə bir görüntü olur. Əlbəttə ki, səliqəyə salacaqsınız. Onu tikib qutarandan sonra, toxuyub qutarandan sonra. Və belə bir əlcək alınır. Bunu təbii ki uzada bilərsiniz, buranı da uzada bilərsiniz. Artıq öz seçiminizə qalıb. Mən bir daha qeyd edirəm, bu sadəcə nümunə olduğu üçün mən bu qədər toxudum. Sadəcə başa salmaq üçün, öyrətmək üçün. Və bu qayda ilə digər əli də toxuyacaqsınız. Təbii ki səliqəli formada və sapları da vaxtında kəsmək şərti ilə. Və belə bir görüntü əldə edəcəksiniz. Əgər videodan razı qaldınızsa, onu da bəyənməyi unutmayın. Növbəti videolarda görüşmək ümidilə. Hələlik.